Salam, əziz izləyicilər. Əsma-i Hüsna silsiləmizdə bugün hər şeyin cilovunu əlində saxlayan uca bir ismə, Əl-Qabid isminə nəzər salırıq. Əl-Qabid nə deməkdir? Bu, istədiyinin ruzisini, canını və ya qəlbini sıxan, daraldan, hər şeyi öz qüdrət əlində tutub müəyyən bir ölçü ilə saxlayan deməkdir. Allahu Teala Əl-Qabiddir, yəni o, bəzən bəndəsini imtahan etmək, onu tərbiyə etmək və ya daha böyük bir xeyrə çatdırmaq üçün maddi və mənəvi darlıq verir. Unutmayın ki, qəlbimizə gələn sıxıntı da, ruzinin azalması da onun bir hikmətidir. O daraltmasa, genişliyin qədrini bilmərik. Bu isim bizə xatırladır ki, hər darlığın arxasında mütləq bir rəhmət gizlənib. Həyatımızdakı çətinliklər Rəbbimizin bizdən üz döndərməsi deyil, bizi özünə yaxınlaşdırmaq istəməsidir. Bəs Ya Qabid zikri nə üçün və nə qədər çəkilməlidir? Ya Qabid zikri əsasən zalimlərin zülmündən qorunmaq, nəfsin pis istəklərinə qalib gəlmək və həddi aşan düşmənləri zəiflətmək üçün çəkilir. Bu ismin ədcəd dəyəri 903-dür. Xüsusilə çətin və sıxıntılı anlarda zalimlərin şərrindən qorunmaq niyyəti ilə gündə 903 dəfə zikr edilməsi mənəvi bir qalxan rolunu oynayır. Gəlin, Ya Qabid deyərək qəlbimizi sıxan dərdlərdən yenə Rəbbimizin özünə sığılaq. Allahım, Əl-Qabid adının hikməti xatirinə qəlblərimizi darlıqda və sıxıntıda qoyma, bizi nəfsimizin əlində aciz buraxma və çətinliklərimizi xeyirlə nəticələndir. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.